ABŞ və İran arasındakı danışıqların növbəti mərhələsinin yaxın günlər ərzində keçirilməsi ehtimal olunur. Missias xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, həm Vaşinqton, həm də Tehran tərəfindən səsləndirilən sərt bəyanatlara baxmayaraq, gələcək diplomatiya üçün qapılar açıq qalır və tərəflər yaxın bir neçə gün ərzində yeni görüşlər təşkil edə bilərlər. Qeyd edək ki, İranın Xarici İşlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz nəticələnməsində Vaşinqtonu günahlandırıb. Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibov, ABŞ nümayəndə heyətinə isə vitse-prezident James David Vance rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzun müddətli həlli istiqamətində razılığa gələ bilməyiblər. Gözlənilən yeni danışıqlar raundunun detalları isə hələlik məlum deyil. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.